əldə etdiyimiz məlumatlara görə sizin bəzi kolleqalarınız bizə deyiblər ki, əgər uşağın əmqəyi böyüdürsə, ona kalsi vermək lazımdır. Siz də bu məlumatları təsdiqləyirsiniz, yoxsa yox? Xeyr, bu məlumatlar yanlışdır. Uşaqda əmqəyin ölçüsünə kalsi qəbulu heç bir təsir göstərmir. Digər kolleqamız isə deyir ki, əgər uşağın dişi 6 aydan sonra çıxmırsa, mütləq ona kalsium vermək lazımdır. Bu barədə nə deyirsiniz? Təsdiqləyirsiniz bunu, yoxsa yox? Xeyr, bu da yanlışdır. Kalsi qəbulunun dişin çıxma müddətinə heç bir aidiyyatı yoxdur. Elə bilirsiniz, sorğumuz bu ilə bitəcək. Bizdə olan məlumatlara görə bəzi kolleqalar sümük boşluğuna, əzələ boşluğuna görə də kalsium preparatları yazırlar ki, uşaq vaxtında oturmağa başlasın, gəzməyə başlasın. Buna nə deyəcəksiniz? Xeyr, kalsium qəbulu uşağın vaxtında oturmasına, ayağa qalxmasına, iməkləməsinə və yeriməsinə heç bir təsir göstərmir. Bunun üçün onun əzələ tonusu yerində olmalıdır. Yaxşı, ümumiyyətcə bu kalsiumu uşağa versək, nə ziyan ola bilər ki? Nə olacaq ki uşağa? Niyə buna qarşı belə çıxırsınız? Niyə hamı kimi ifadə vermirsiniz? Əgər uşaqda kalsium defisiti yoxdursa, bizim ona əlavə olaraq verdiyimiz kalsium gərəksiz və çox zərərli nəticələrə gətirib çıxara bilir. O cümlədən göz dibində və ürək damarlarında kirəclənmə və böyrəklərdə daş əmələ gəlməsi. Təbrik edirəm, siz sorğudan uğurla keçdiniz.